Hər vaxtınız xeyir xanımlar. Bugün biz İ, K, L hərfi ilə başlayan bəyləri tanıyacağıq. Baxaq görək səni nələr gözləyir. Qulaq as, çünki bu hərflərdən biri varsa, ya çox şanslısan, ya da biraz dözümlü olmalısan. İ hərfi ilə başlayan bəy iddialı, istəkli, inadkardır. Bu kişilər hədəf adamıdır. Nə istədiklərini bilirlər və o istəyə çatmaq üçün hər şeyə hazırdırlar. Sevgi məsələsində çox iddialıdırlar. Ya sevəcəklər, ya da heç yana yaxın buraxmazlar. Onlarla münasibət ya tam gül kimi gedir, ya da dəlicəsinə davalı olur, ortası yoxdur. İ hərfi ilə başlayan bəy özünü ifadə etməyə bacarır. Amma sənə də söz haqqı verməlidir, yoxsa darıxarsan. Onlar güclü qadınlardan qorxmazlar, əksinə onları daha çox ciddiyə alarlar. İlk kişisi ya səninlə bir ömür olar, ya da səninlə mübarizə aparar. Arada qalmaz. K hərfi ilə başlayan bəy kral ruhlu, kontrollü və biraz da küsəyəndir. K kişisi özünü ailəsinin lideri kimi görmək istəyir. Onun üçün evdə sözünün çəkisi olmalıdır. O səni sevirsə qoruyar, yol göstərər, çiyin olar. Amma eyni zamanda nəzarət də edər. K kişisi çox məsuliyyətlidir. Amma tənqidi sevmir. Sən ona niyə belə etdin desən, dərhal ya susar, ya inciyər. Onun sevgisi ağır sevgidir. Yəni gəlim, səni əzizləyim deməz. Amma lazım olanda sənin üçün dağları da aşar. Bu kişi ilə xoşbəxt olmaq üçün hörmət, səbir, biraz da diplomatiya lazımdır. Əvəzində isə səni kraliçə kimi yaşada bilər. K kişisi özünü kral hesab edir. Amma doğru qadın olsan, səni taxta otuzdurar. L hərfi ilə başlayan bəy ləng görünür, amma ləyaqətlidir. Bu kişi sakit, düşüncəli və dərin adamdır. Əvvəlcə çox danışmaz, amma tanıdıqca dünyası açılar. Onun münasibəti tələskən deyil, hisslərini zamanla göstərir. İlk görüşdə sevənlərdən deyil, o sənə hörmətlə yanaşır, amma soyuq görünə bilər. Halbuki içində sənin üçün yanır, sadəcə göstərməyi bacarmır. Evində sakitlik istəyər. Qalmaqaldan uzaq durmağa çalışır. Amma bəzən də bu qədər sakitlik insanı yorur. Ən gözəl tərəfi etibarlı və sabit olmasıdır. Səni yarı yolda qoymaz, amma biraz canlanmağa ehtiyacı var. İlk kişisi səssiz sevər, dərin dəyər verər, onu oxumaq üçün səbir gərəkdir. Bu dəfə İ, K və L ilə başlayan bəyləri danışdıq. Biri iddialı, biri lal kimi səssiz, biri də kral. Əgər sənin partnyorunun da adında bu hərflər varsa, şərhə yaz. Hansı xüsusiyyətlər doğrudan da düz çıxır. Abunə ol, çünki bu kanal sənin münasibətinin GPS-idir.